Bir gün qardaşları ilə oynayanda apardıqları xörəyin yanında, apardıqları azuqənin yanında dayanmışdı. 12 qardaş idilər. 11 qardaş orada oynayanda bir anlıq Həzrəti Yusuf əleyhissalam baxdı onlara, dedi: Allah, mənim bu qədər qardaşlarım var, mənə kim nə edə bilər? Qardaş insana arxadır, dayaqdır. Amma vaxt keçdi, zaman keçdi, qardaşlarının əli ilə o quyuya atanda Həzrəti Yusuf əleyhissalamın o sözü yadına düşür və kövrəlir. Qardaşlardan biri deyir: biz səni quyuya atırıq deyə kövrəlmisən? Deyir: yox. Bir gün var idi, sizə baxanda deyirdim, sizin kimi qardaşlarım var, mənə kim nə edə bilər? Amma bilməzdim ki, bir gün elə qardaşlarımın əli ilə mən quyuya atılaram. O güvəndiyim, daldalandığım, arxalandığım qardaşlarımın əli ilə.